Bugün bizim birinci dərsimizdir. Birinci dərsimizdə sizlərlə alqı-satqı müqaviləsi, qiymət razılaşma protokolu, hesab faktura, təhvil təslim aktı və rekvizitləri öyrənəcəyik. İlk növbədə başlayacağıq alqı-satqı müqaviləsindən. Ümumilikdə bugünkü dərsimiz hər hansı bir mal və yaxud da xidmət satın alması zamanı baş verə biləcək proseslərin rəsmiləşdirilməsidir. Yəni, müqavilə hansı formada bağlanılır, qiymət razılaşma protokolu nədir, təhvil təslim aktı nədir, rekvizitlər hansı formada olur və bütün bunların izahını bir yerdə öyrənmiş olacağıq. İlk növbədə başlayırıq sizlərlə alqı-satqı müqaviləsindən. Alqı-satqı müqaviləsi iki fizik şəxs və yaxud da iki hüquqi şəxs arasında bağlanan malların və xidmətlərin satışını rəsmiləşdirən bir müqavilə növüdür. Təbii ki, biz müqavilələri təkcə alqı-satqı müqaviləsi olaraq ayırmırıq. Alqı-satqı müqaviləsindən əlavə müəssisələr öz aralarında icarə müqaviləsi, təchizat müqaviləsi, xidmət müqaviləsi də bağlaya bilərlər. Bizim ilk nümunəmiz hal-hazırda alqı-satqı müqaviləsidir. Ekranda gördüyünüz alqı-satqı müqaviləsinin şablonudur. Sizlər hər biriniz işlədikdə qarşınızda şablon bir müqavilə tipi olur və siz lazım hissələri sadəcə doldurursunuz. Başdan başlasaq, alqı-satqı müqaviləsinin ilk növbədə nömrəsi qeyd olunmalıdır. Fərz edək ki, yeni yaranan bir şirkətdir və hər hansı bir X şirkətlə müqavilə bağlayırsa, bu şirkətlər öz arasında bağlanan ilk müqaviləni təbii ki, bir nömrəli müqavilə olaraq qeyd etməlidir. Müqavilənin giriş hissəsində müqavilənin bağlandığı şəhər və müqavilənin tarixi qeyd edilir. Fərz edək ki, müqavilə bağlanıb 07 aprel 2025-ci ildə. Daha sonra hər iki tərəf haqqında ətraflı şəkildə məlumat verilir. Bir tərəfdən direktor şəxsində təmsil olunan, öz nizamnamə əsasında fəaliyyət göstərən hər hansı bir XMMC, yəni bundan sonra satıcı adlanacaq. Digər tərəfdən isə yenə hər hansı bir direktor şəxsində təmsil olunan və qanunvericilik əsasında fəaliyyət göstərən YMMC. Biz burada hal-hazırda özümüzdən bir nümunəyə əsasən davam edəcəyik. Bunun üçün bizim əlimizdə rekvizitlər var və biz rekvizitlər əsasında müqaviləni sizinlə dolduracağıq. Əlimizdə hal-hazırda iki rekvizit var. Biri satıcı tərəfə məxsusdur, biri alıcı tərəfə məxsusdur. Ümumi rekvizitlər nədir? Biz bunun barəsində birazdan sizlərlə danışacağıq. Hal-hazırda fərz edək ki, bizim satıcımız Lux Design MMC-dir, alıcı tərəf isə BA Consulting. Və burada direktor şəxsində biz özümüzdən bir şəxs qeyd edək. Fərz edək ki, direktor Əli Əliyev Arifoğlu şəxsində təmsil olunan, öz nizamnaməsinə əsasən fəaliyyət göstərən Lux Design MMC. Bu satıcı tərəf adlanır, yəni məhsulu alıcı tərəfə göndərən şəxs, məhsulu alıcı üçün təmin edən şəxs sayılır. Bunun əvəzində satıcıdan əlavə burada icraçı da qeyd oluna bilər, təchizatçı da qeyd oluna bilər, hamısı eyni mənanı kəsb edir. Digər tərəfdən isə direktor şəxsinin təmsil olunacaq, fərz edək hər hansı bir başqa bir şəxs, Mehdi Babayev Vəliyoğlu şəxsində təmsil olunan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və nizamnamə əsasında fəaliyyət göstərən BA Consulting MMC. Biz müqavilənin giriş hissəsini tamamladıq. Daha sonra növbədə müqavilənin predmeti, malın qiyməti və digər bölmələr ardıcıl olaraq gəlir. Müqavilənin predmetində satılmış məhsul haqqında məlumat verilir və yaxud da ümumi olaraq müəyyən edilmiş məhsulları formasında qeyd olunur. Yəni, burada kateqoriya olaraq məhsulları bölmür. Sadəcə olaraq şirkət öz arasında müqaviləni bağlayır və bu müqavilə əsasında növbəti aylarda, növbəti illərdə hər hansı bir məhsulun alış-satışı ilə bağlı öz aralarında rəsmiləşdirmə işlərini tamamlayırlar. İkinci növbədə bizdə malın qiyməti gəlir. Malın qiyməti müqavilə əsasında müəyyənləşir və yaxud da müqaviləyə əlavə qeyd olunan
bayaq sizlərin də gördüyünüz qiymət razılaşma protokolu əsasında olacaq. Qiymət razılaşma protokolunun şablonunu isə birazdan sizlərlə nəzərdən keçirəcəyik. Tərəflərin hüquq və vəzifələri. Tərəflərin hüquq və vəzifələri müqavilə əsasında müəyyən olunur. Təbii ki, bu şablon hissədir. Hər bir müqavilədə olduğu kimi bizim müqavilədə də satıcının və alıcının vəzifəsi və hüquqları burada qeyd olunur. Daha sonra isə ödəniş şərtləri. Ödəniş şərtləri müqavilənin əsas hissələrindəndir. Siz müqavilənin ödəniş şərtlərində ödənişin köçürülmə formasının nağd və yaxud da bank yolu olduğunu qeyd edə bilərsiniz və yaxud da avans ödəniş olacaqsa yenə də ödəniş şərtlərində qeyd olunmalıdır və yaxud da satıcı sizdən tələb edə bilər ki, ödənişin 50%lik və yaxud da 40%lik bir hissəsi qabaqcadan bizə köçürülsün. Bunlar hamısı müqavilənin ödəniş şərtləri əsasında tənzimlənir. Malın təhvil verilmə şərtləri, malın keyfiyyəti yenə nəzərdən keçirməli olduğunuz məqamlardır. Təbii ki, tərəflərin məsuliyyəti, mübahisələrin həlləri və force majeure halları da bura aiddir. Nə qədər də biz bu hissənin şablon olduğunu desək də, hər bir mühasib müqaviləni imzalayan zaman, müqavilənin qarşı tərəfdən təhvil alan zaman bu hissələri mütləq şəkildə gözdən keçirməlidir. Son olaraq isə hər bir müqavilədə olduğu kimi bizim müqavilədə də bayaq sizlərlə baxdığımız rekvizitlər hissəsi mütləq qaydada doldurulmalıdır. Rekvizitlər hər bir bankdan internet banking vasitəsilə əldə edilir. Növbəti dərslərdə siz bunları özünüz internet bankinqə daxil olub əldə edəcəksiniz. Ümumilikdə rekvizitlər nədir? Şirkətin ad soyadıdır deyə bilərik. Yəni şirkəti tamamilə bizə izah edən onun rekvizitləridir. Rekvizitlərdə biz nələrə diqqət yetirməliyik? İlk növbədə bizim qarşımızda Kapital Bankın rekvizitidir. Kapital Bankın rekvizitində alıcı tərəfin, yəni BA Consulting'in məlumatları burada əks olunur. Başdan başlasaq, hesabın açıldığı valyuta növüdür. Bizim Azərbaycan manatındadır hesab. Benefisiarın bankı Kapital Bankın kod mərkəzi filialıdır. Filial kodu 201-412-dir. İlk növbədə qeyd olunan VN bizim əməkdaşlıq etdiyimiz, yəni BA Consulting'in hesabını açdığı Kapital Banka məxsusdur. Yəni burada 99 ilə başlayan VN BA Consulting'in yox, Kapital Bankın VN sayılır. Swift kod bunun əvəzində BIC kod da qeyd olunur. Xarici köçürmələr zamanı bizə lazım olur. Hal-hazırda biz bunu sadəcə olaraq müqaviləyə şablon kimi yerləşdirəcəyik. Müxbir hesabı isə bankın özünün mərkəzi bankda və yaxud da digər pul təşkilatlarında açdığı hesablardır. Benefisiarın adı BA Consulting, benefisiarın hesabı isə hansı ki BA Consulting'in öz hesabı olaraq nəzərdə tutulur. Müxbir hesabla benefisiar hesabını qarışdıra bilərsiniz. Bunun qarışdırılması sizin üçün problemdir. Sadəcə olaraq bunu qarışdırmamağın sadə və rahat bir yolu var ki, hansı ki burada gördüyünüz nabz bölməsi sadəcə olaraq müxbir hesablarda qeyd olunur. Yəni hesabın içində nabz bölməsini görmüsünüzsə, bilməlisiniz ki, bu müxbir hesaba aiddir. Və benefisiarın VN-i. Benefisiarın VN-i isə yenə BA Consulting'in VN-i sayılacaq. Artıq bunu qarışdırmırsınız ki, bu Kapital Bankı məxsus deyil. Burada qeyd olunmuş VN benefisiara, yəni BA Consulting-a aiddir. Ünvan, telefon, e-mail isə yenə olduğu kimi şablon qaydada qeyd olunur. VN əvəzində bir də bəzi müqavilələrdə qarşınıza TIN çıxa bilər. TIN ingiliscəsindən VN tərcüməsidir. Taxpayer Identification Number olaraq sayılacaq. Bu da yenə sizi çaşdırmasın, yenə benefisiara aid olan bir VN-dir. Keçid edirik satıcının rekvizitlərinə. Satıcının rekvizitləri isə banka aiddir, amma burada dəyişən bir məsələ yoxdur. Yəni eyni qaydada siz rekvizitləri analiz edə bilərsiniz. İlk növbədə qeyd olunan kod Muğam Bankın filial kodudur və burada Kapital Bankda da həmin o bölmə var idi. VN. Burada yenə VN-i ayırıblar. Birinci qeyd olunan bankın VN-idir, yəni Muğam Bankın. Müxbir hesab akantı, bayaq da qeyd edilmişdik ki, müxbir hesablarda nabz bölməsi olur. Burada da gördüyünüz kimi bu isə Muğam Banka aiddir. Swift kod da yenə xarici köçürmələrdə bizə lazım olacaq. Hal-hazırda bunu biz şablon olaraq müqaviləyə ala bilirik. Sonda isə müştərinin adı Lux Design MMC, Lux Design MMC-nin hesab nömrəsi və Lux Design MMC-nin VN-i. Bunları bir-bir biz bu hissədən götürüb
alqı-satqı müqaviləsinə əlavə eləyəcəyik. Birinci başlayaq bizim satıcı tərəfdən, yəni Lux Design MMC-dən. Lux Design MMC-nin adını buradan götürəcəyik. Bunu yazmaq ehtiyac yoxdur, artıq yazılıb. Daha sonra bizdən tələb olunur VN. Müqavilədə ilk qeyd olunan VN artıq Lux Design-a aid olmalıdır, çünki bankın VN aşağı hissədə ayrılıb. Bizdə isə Lux Design MMC-nin VN burada klient VN olaraq keçir. Daha sonra ünvan. Lux Design MMC-nin adresində burada mail adresi qeyd olunub. Ünvan olaraq siz hər halda qarşı tərəflə müqavilə bağlayırıqsa, qarşı tərəfin yerləşdiyi ünvan məlumatlarını bilmiş oluruq. Buradan həmin o ünvanını qeyd edəcəyik. Fərz edək ki, Bakı şəhəri, Nərimanov rayonu. Hesab nömrəsi. Bayaq da qeyd etdik ki, hesab nömrəsi iki formada olur. Rekvizitlərdə biri müxbir hesab, biri isə benefisiarın hesabı. Bizə lazım olan hal-hazırda benefisiarın hesabıdır. Çünki müxbir hesab banka aiddir və aşağı hissədə ayrıca qeyd olunub. Bu bizim hesab nömrəmiz. Növbəti olaraq gəlir bank. Bankımız isə Muğam Bank ASC-dir. Ünvan yine qeyd etdiyimiz kimi Muğam Bankın ünvanı qeyd olunacaq. Daha sonra bankın VN, burada birinci hissədə qeyd olunan VN, müxbir hesab, bankın müxbir hesabı, kod hissəsində isə yenə filial kodunu qeyd edəcəyik. Swift və Drop Big kod xarici köçürmələrdə bizə lazım olacaq və bunu da bura qeyd edəndən sonra son olaraq qalır bizim direktoru qeyd etməyimiz. Direktor isə yuxarıda qeyd etmişdik, Əliyev Əli Arifoğlu. Birinci tərəf olur bizim satıcının məlumatları və eyni qaydanı biz tətbiq edirik alıcı tərəf üçün də, yəni alıcı tərəfində rekvizitlərini hazırlayırıq. Alıcı tərəf BA Consulting'dir. Daha sonra BA Consulting'in VN. Kapital Bankın rekvizitləri daha rahatdır. Gördüyünüz kimi benefisiarın VN onsuz da ayrıca olaraq qeyd olunub və sizi bankın VN ilə çaşdırmır. Benefisiarın VN-ni kopyaladıq və rekvizitləri də yerinə qeyd edədik. Ünvan məlumatı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev küçəsi 143. Hesab nömrəsinin əvəzinə bəzi müqavilələrdə sizin qarşınıza IBAN olaraq da çıxa bilər. IBAN-dan hesab nömrəsi eyni mənanı kəsb edir. Bayaq dediyimiz VN-dən TIN kimi IBAN da ingilis dilindən keçmədir. Bəzi müqavilələrdə qarşınıza IBAN olaraq çıxsa, yenə qarışdırmırsınız. Benefisiarın hesabını bura kopyalayıb atırsınız. Bank məlumatı olacaq bizdə. Kapital Bankın KOB mərkəzi filialı. Ünvan, kapitalın ünvanını qeyd edirik burada. Biz yəni kapitalın mail adresini atarıq. KOB mərkəzi filial olacaq. Əhməd Rəzəvli küçəsi.
Daha sonra gəlir bankın böyünə. Burada da yenə bankın böyünə ayrılır. 99 ilə başlayan kapital bank aid olan böyündür. Müxbir hesab isə bayaq qeyd etdiyimiz kimi rahat yolla ayırmaq üçün nabz olan hissəni müxbir hesabı aid edirik. Kod filial kodudur, yəni kod mərkəzi hansı filiala yerləşirsə, həmin filialın kodu ayrıca qeyd olunur. 201.412 Yasamal filialının kodu tamam ayrı olacaq, Sabay filialının kodu tamam ayrı olacaq. Son olaraq da yenə Swift bir kod xarici köçürmələrdə bizə lazımdır. Bunu da qeyd etdik və qaldı bizim direktorumuz. Direktoru isə qeyd edəcəyik Mehdi Babayev Vəlioğlu. Sonunda hər iki direktor da müqaviləyə imza atır və alqı-satqı müqaviləsini rəsmiləşdirir və bir də biz digər şərtlərdə bunu vurğulayırıq ki, bizim müqaviləmizin imzalanma vaxtı 7 aprel 2025-dir və bu müqavilə hansı müddətə qüvvədə olacaq, biz bunu müqavilə əsasında müəyyənləşdiririk və gördüyünüz kimi digər şərtdə qeyd olunub. Müqavilə imzalandığı andan qüvvəyə minir və fərz edək ki, 07 aprel 2027-ci il tarixində qüvvədə qalacaq, yəni müqaviləni 2 illik bağlamışıq. Amma bu deməkdir ki, 2 il ərzində müqavilə bitməməlidir. Əlavə şərtlərdə gördüyünüz kimi yazılıb ki, 15 gün əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə xitam verilə bilər və yaxud da müqavilənin şərtləri pozulduğu halda digər force major hallarda müqaviləyə xitam verilə bilər. Biz bununla alqı-satqı müqaviləsini tam rəsmiləşdiririk. Hər iki tərəf, hər iki müəssisə möhür, imza yerləşdirdikdən sonra artıq müqavilənin dəyərini qiymət razılaşma protokolu əsasında müəyyənləşdiririk.